Salam, hər vaxtınız xeyir olsun. Əgər siz də toxuculuğa başlamaq istəyirsinizsə, düzgün videodasınız. İlk öncə qeyd etmək istəyirəm ki, videonu bəyənərək, kanala abunə olaraq mənə dəstək olsanız sevinərəm. İndi isə keçək bizə lazım olan əsas ləvazimatları. Toxuculuğa başlamaq üçün təbii ki, bu qədər ləvazimata ehtiyacımız yoxdur. Bizim üçün ən əsas lazım olan ləvazimatımız ip və bir neçə toxumaq üçün alətimizdir. İlk başlamısınızsa əgər qalın iplərdən istifadə etsəniz daha yaxşı olar. Bu nazik ipdir. Biraz toxumaq ilk başlarda çətin gələ bilər sizin üçün. Daha sonra məsələn bu qədər saplara da ehtiyac yoxdur. Əgər bir ədəd sap götürsəniz, bir ədəd sap alsanız və bir ədəd milçə alsanız sizin üçün yetərli olar ilkin toxuculuğu öyrənmək üçün. Bəs deyə bilərsiniz ki, sapa uyğun hansı nömrə milçədən istifadə edə bilərəm? Milçə, kurçok, yəni hər bir ikisi də eyni şeydir. Yəni hansı milçədən istifadə edə bilərəm? Deyirsinizsə əgər bunlar həmin sapların üzərində qeyd olunur. Bir dəqiqə, bax bu hissədə. Məsələn burada yaxından göstərə bilsəm. Məsələn bu hissədə bu milçəni, bu isə mili göstərir. Mil 3 nömrədən istifadə edə bilərsiniz. Milçəni isə 2-4 aralığında ala bilərsiniz. Əgər düşünürsünüz ki, əlim daha sıxdır, onda daha böyük ölçüdə götürə bilərsiniz. Daha boş toxuyursunuzsa əgər 2 nömrəli ölçüdə milçədən istifadə edə bilərsiniz. Yəni bunları da bu tipdə tapa bilərsiniz. Təbii ki, bunların nömrələri sapın qalınlığına görə qeyd etdiyim kimi dəyişir. Daha sonra bizə qeyd etdiyimiz milçə lazımdır. Bəs bu milçə nədir? Milçələrimiz baxın bunlardır. Təbii ki, yeni başlayırsınızsa bu qədər milçə almağa ehtiyac yoxdur. Yəni bizə lazım olan tək bir milçəni alsaq yetərlidir. Bizə nömrəsi də üzərində qeyd olunur. Göstərə bilsəm. Nömrəsi də üzərində qeyd olunur. Bax belə. Ümid edirəm göründü videoda. Daha sonra yeni başlayırsınızsa bu tipdə işarətləyicilərdən istifadə edə bilərsiniz ki, toxuduğunuz hissənin başlanğıcını və sonunu itirməyəsiniz və burada gördüyünüz bu alət isə toxuculuğa aidiyyəti yoxdur. Bu punc əl işlərində müxtəlif çantalarda və yaxud da geyimlərin üzərində xalçaya bənzər kiçik əl işləri olur. Ona da punc əl işləri deyilir. Və daha sonra belə bir iynəyə ehtiyacınız olacaq. Ucu şiş olmayan, dəlik hissəsi böyük olan sapını çəkə bildiyi. Bunlar isə həmin iynə isə hər hansı bir əl işlərini birləşdirmək lazım gəldikdə onda istifadə olunur. Daha sonra bu tip millərə ehtiyacımız ola bilər. Məndə müxtəlif nömrələri var. Lakin yeni başlayırsınızsa məsləhət görərdim ki, 4, 3.5, 5 bu tip nömrələrdən başlayasınız və bunların da hər birinin üzərində çoxsunda özünə aid iynələr yerləşdirilir. Əgər bu tip iynələr çətin gəlsizsə, plasmas iynələr də vardır. Onlardan da istifadə edə bilərsiniz. Hər birinin qiyməti sərfəlidir, yəni cibə uyğun qiymətləri var. Daha sonra qayçıya ehtiyac ola bilər ipləri kəsmək üçün və yaxud da hər hansı bir çanta tutaq ki, toxunmuşuq və içəri hissəsinə astar lazımdır. Astar parçasını kəsmək üçün normal kəsmək qabiliyyətinə malik olan qayçıya ehtiyacımız var. Hər hansı bir əl işinin, geyimlərin və s. üzərində müxtəlif əl işləri, dekorlar etmək üçün bu tipdə belə bir aparata ehtiyacımız ola bilər. Şərt deyil, lakin olsa müəyyən qədər daha rahatlıq bəxş edə bilər sizə. Məndə daha çox alətlər var, çünki mən həm toxuculuqla yanaşı, həm də tiki işlə də məşğul oluram. Ona görə də hər biri elə alət var ki, hər ikisində də istifadə oluna bilər. Ona görə də yəni müxtəlif alətlər məndə var. Siz almasanız da olar. Yəni çox ehtiyac olunan alətlər deyil bunlar. Belə bir mini qayçıya ehtiyacımız var sap kəsmək üçün.
Daha sonra belə bir iynəyə ehtiyacımız var. Sabitləyici iynə deyirik bunlara. Həmin sabitləyici iynələr bizim üçün nəyə lazım olur? Müxtəlif hissələri birləşdiririk, baxırıq. Daha sonra sabitlədikdən sonra başlayırıq onları tikməyə. Muncuq və s. tikmək üçün bu tipdə iynələr və saplardan istifadə oluna bilər. Hissələri, məsələn, neçənci sırada olduğumuzu unutmamaq üçün belə hesablayıcı mini aparatdan da istifadə edə bilərsiniz. Bunun da qiyməti çox baha deyil. Bir neçə manat civarındadır, səhv etmirəmsə. Müəyyən qədər hər birinin də qiymətini sonda qeyd eləyəcəm ki, sizə də daha uyğun olsun və rahatlıqla başlaya bilərsiniz. Belə bir metrəyə ehtiyac olacaq. Yəni bu da çox şərt deyil. Mən əsasən tikişdə istifadə edirəm. Lakin siz də istifadə eləsəniz yaxşı olar ki, məsələn, hər hansı geyim toxuduqda hər hansı bir, yəni kimin üzərinə tikirsinizsə, toxuyursunuzsa, həmin adamın ölçüsünü götürüb sonra toxusanız, həmin irəliləyişdə daha rahat olar sizə. Daha sonra düymələrə ehtiyac olur. Mən düymələrdən yox, əsasən bu tip knopkalardan istifadə etməyi sevirəm. 4 hissəli olur. 2 hissəsi geyimin bir hissəsində yerləşir. Digər 2 hissəsi isə geyimin digər hissəsində yerləşir. Daha sonra bu tip, əgər elastikli hər hansı bir geyim toxuyursunuzsa, rezin keçirmək üçün, elastik keçirmək üçün bu tipdə sancaqdan istifadə edə bilərsiniz. Bu qədər. Hələ ki bunları qoyuram bir kənara. Belə. Daha sonra amigurumi. Amigurumi nədir? Amigurumi toxunma oyuncaqlardır. Və onu da qeyd edeyim ki, əgər yeni başlayırsınızsa toxuculuğa, yaxşı olar ki, kiçik ölçülü hər hansı bir şeylər toxuyasınız. Məsələn, mən toxuculuğa başlamaq üçün bu tip barbilərin üzərinə müxtəlif geyimlər toxuyurdum. Yəni bu mənim başlanğıc səviyyəm üçün, başlamağım üçün ən böyük kömək olmuşdu. Daha sonra keçirik amigurumi. Amigurumi nədir? Toxunma oyuncaq. Məsələn, belə göstərim. 60 sm uzunluğunda olan belə bir çilək qız oyuncağı, çiyələk qız. Yəni bunun saplarının qalınlığı bu ölçülərdədir. 50 qram 200 metrli. Onu da qeyd edeyim ki, 50 qram 200 metrlik saplar daha nazik. Məsələn, 100 qram 200 metrlik saplar isə daha qalın ola bilər. Nisbətləri siz də bu şəkildə göstərə bilərsiniz, götürə bilərsiniz. Yəni mən çox vaxt bu şəkildə götürürəm. Məsələn, dəyişə bilər 100 qram 210 metr, 150 qram 350 metr və s. Bu tiplərdə olur. Amma mən hal-hazırda bunlardan daha çox istifadə edirəm. Yəni əlimə daha yaxşı yatqın bunlardır və mənə elə gəlir ki, daha xırda ilməklər yarandığı üçün daha yaxşı görüntü əldə eləmiş oluram. Daha sonra digər əl işlərimdən göstərmək istəyirəm. Digər əl işlərimə də hal-hazırda əlimdə olanlar bu oyuncaqlardır. Məsələn, bu Şaxta Babada yenilər ərəfəsində bunu toxumuşdum. Pinjamalı Şaxta Baba. Bu da pinjamalı Şaxta nənə oyuncağımızdır. Bəs amigurumi toxuduqda bizə nələr lazım olur? Bir də onu da qeyd edeyim ki, qalın iplərdən də təbii ki oyuncaqlar toxumaq olar. Məsələn, bu qalın ipdən toxunulmuş oyuncaqdır. 100 qram 200 metrdir, səhv eləmirəmsə bunun ölçüsü. Hardasa bu iplərin 2 qatı boydadır. Və bu sxemdən istifadə edərək bu ölçülü, bu qramda olan iplə toxsaydı, həmin itin, yəni bu əlimdəki oyuncağın ölçüsü hardasa biraz bu Şaxta Babanın ölçüsündən biraz böyük ola bilərdi, amma bu qədər böyük alınmazdı. Əgər oyuncağınızı daha tez bitməsini və daha böyük olmasını istəyirsinizsə, təbii ki,
qalın iplərdən istifadə edə bilərsiniz. Yəni o daha sərfəli olar düşünürəm. Daha sonra əllərin baxın bu formada qalması üçün, müxtəlif formalarda dayanması üçün bizə bu tipdə mislər, simlər istifadə olunur. Yəni bunun daha qalınları, daha üzəri plasmas olandan istifadə etsəniz daha yaxşı olar. Məndə aldığım müddətdə yox idi deyə, yəni ondan tapa bilmədiyim üçün bunlardan tərcih etdim. Bunun daha qalını və üzəri plasmas olandan, yəni işığa aid olan belə deyək mağazinlərdən əldə edə bilərsiniz. Onun vasitəsilə də bu formada əlləri istədiyiniz formada qalır. Məndə onu yəni bir neçə qat, əgər sizdə də nazikdirsə, bu şəkildə nazikdirsə bir neçə qatdan istifadə edə bilərsiniz. Onu da qeyd etmədən, keçmədən qeyd edeyim. Daha sonra gözləri lazımdır bizə. Formada belə göstərim. Bu gözləri əlavə taxırıq biz. Yapışlanma gözlər də olur, taxılma gözlər də olur. Təbii ki, bizim üçün sağlamlığını, yəni bir neçə müddətdən sonra qopub düşməsini istəmədiyimiz üçün bu tip taxma gözlərdən istifadə edə bilərik. Eyni zamanda burunlar, heyvan tipli oyuncaqlara toxuduqda ya belə tikilmə burundan istifadə edə bilərik, adi sapla tikirik. Yəni qaşda da, burunda da gördüyünüz kimi eyni sapdan istifadə etmişəm. Bu da normal, xoş görüntü yaradır. Bəzi oyuncaqlar var ki, təbii ki, tikilmə daha uyğun gəlir. Bəzilərində isə taxılma burunlar daha uyğun gəlir. Məsələn, burada məndə kiçik ölçülü bir neçə burunlar var. Belə sadələri var. Və eyni zamanda belə göstərə bilsəm və eyni zamanda belə dəlikli burunlar var. Yəqin ki, bunu əsasən itlərdə istifadə edirlər. Yəni mən elə istifadə edirəm. Və müxtəlif ölçülü belə gözlərimiz var. Bunlar daha kiçik ölçülü oyuncaqlarda istifadə olunur. Bunlar isə daha böyük ölçülü oyuncaqlarda istifadə olunur. Əgər sadə göz istəyiriksə və belə digər gözlərimiz var. Rəngli gözlərdir. Məsələn, mən əsasən burada məsələn göy gözlərdən falan da istifadə edə bilərdim. Təbii ki, qara gözdən də istifadə oluna bilərdi. Sadəcə mən uyğunluğu sağlamaq üçün qırmızı gözdən istifadə elədim. Mənə elə gəlir ki, yetərincə uyumlu və maraqlı alınıb. Və belə şəffaf gözlər də var ki, aşağı hissədən görürsünüz ki, yəni aşağı hissədən rəng bilinir. Yəni məsələn, bura taxsam aşağı hissədən müəyyən qədər qırmızılıq bilinməlidir. Belə göstərim. Yəni tam olaraq videoda düşmür, amma yəni şəffaf gözlərdə oyuncağın özünün dərisinə uyğun göz rəngi ortaya çıxmış olur. Sadə bir parıltı olur. Eynən də digər gözlər də var. Daha sonra həmin gözləri və burnun arxa hissədən sabitləmək üçün bu tipdə plastiklərdən, plasmaslardan istifadə olunur. Bunun sayəsində gözlər daha bərk dayanmış olur. Daha sonra qeyd etdiyim kimi mən knopkalardan istifadə edirəm. Knopkaları sabitləmək üçünsə mənə lazımdır bu aparat. Yəni şərt deyil ki, siz bu aparatdan alasınız. Daha sadə 3 AZ-nə 3-5 manata əldə edə biləcəyiniz aparatlar da mövcuddur. Qeyd etdiyim kimi mən bunlar əsasən əl işlərimi, aparatlarımı hər iki əl işlərində istifadə etmək üçün daha uyğun olanını almışam. Və bunlar da ümumi set şəklindədir. Müxtəlif ölçüləri, başlıqları var və burada göründüyü kimi müxtəlif knopkalar da vardır. Belə göstərim. Rəngli knopkaları var. Rəngli knopkalar sizin üçün daha rahat ola bilər. Oyuncaqların geyimlərinin üzərini, yəni bir də
düymə tikməyə ehtiyac qalmayacaq şəkildə knopkadan istifadə edə bilərsiniz. Qeyd etdiyim kimi bu boyda aparata ehtiyac yoxdur. Sadə əl üçün kəlbətinə bənzər aparat olur. Qiyməti də 3-5 manat arasında olur. Videonun əvvəlində də qeyd etdiyim kimi müxtəlif ləvazimatların qiymətlərini açıqlayacağam. Sizə lazım olan hər hansı ləvazimatı həmin qiymətə uyğun şəkildə mağazalardan əldə edə bilərsiniz. Geri qayıdaq buradan. Belə bir aparat dediyim kimi əl üçün 3-5 manata, xırdavat dükanlarında tapa bilərsiniz. 1 manatlıq dükanlarda falan yerləşir. Yəni knopka aparatı desəz verərlər. Daha sonra ipdir. Bu tip ipləri 2 manata, 1 manat, neçəsə qəpiyə falan əldə edə bilərsiniz. Təbii ki, markasından asılı olaraq 1 manat 50 qəpik və üzəri yerləşir. Ucuzluq yerlərindən də tapa bilsəz, təbii ki, daha ucuz əldə edə bilərsiniz. Lakin qiymət normal olaraq 1 manat 50 qəpik üzəri yerləşir. Yəni nəzərdə tutmaq üçün 1 manat 50 qəpik götürə bilərsiniz. Belə. Bu tip gözlərdir. Bu tip mən bunu dənə-dənə ala bilərsiniz. Hər biri bir cüt göz 50 qəpik civarında yerləşir. Burun da hardasa 40-50 qəpik arasıdır. Yəni bir amigurumi oyuncağı üçün biz hardasa 80 qəpik 1 manat arasında gözə, buruna pul verə bilərim. Bizim deməli kurçoklarımız isə hardasa biri 1 manat aralığında dəyişir. Bir dənəsi 1 manat olur. Ölçülər böyüdükcə səhv etmirəmsə qiymət müəyyən qədər neçəsə qəpik aralığında dəyişə bilir. Dediyim kimi xırda ölçülərə ehtiyac yoxdur. Əsas sizin üçün ölçü 2 plusdur. Yəni 2 nömrədən yuxarıya doğru dəyişə bilər. Punç iynəsinə ehtiyac yoxdur və bu tipdə işarətləyici ala bilərsiniz. Bunların qiyməti də 1 manata yəqin ki, hardasa 10 dənə falan əldə edə bilərsiniz. Yəni bunların qeyd edeyim ki, bunların yerinə bu tipdə sancaqdan da istifadə edə bilərsiniz. Bu daha uzun ömürlüdür. Bunlar bir neçə istifadədən sonra qırıla bilir yəni. Daha sonra belə bir mildən istifadə edə bilərsiniz. Ala bilərsiniz. Bunun da qiyməti bir neçə manat arasında dəyişir. Qeyd etdiyim kimi üst ölçülərdən alın. Qalın sap və qalın mil və yaxud da milçədən istifadə edin. Qayçının qiyməti də normal kəsməsi ilə aralıqda 3 manatdan başlaya bilər. Təbii ki, ucuz mağazinlərdən, ucuz mağazalardan əldə edirsinizsə daha ucuz qiyməti ola bilər. Yaxşı olur ki, biraz keyfiyyətlisini alasınız, amma sırf toxuculuq edəsinizsə, təbii ki, çox da keyfiyyətlisini almağa ehtiyac yoxdur. Çox sadə şeylər kəsirsiniz. Bu aparatlardan əgər almaq istəsəniz, bu da bir neçə manat arasında dəyişir. Ölçüləri böyük və yaxud da kiçiyi də ola bilər. Bundan daha kiçiyi də var. 1 manat 50 qəpik falan ola bilər qiyməti. Mən aldığımda bunu 2 manat 50 qəpik falan almışdım. Yəni çox istifadə etmirəm. Bəzən amma ehtiyac olur. Əsasən iplə, adi bu tip iplərdən istifadə edərək nəsə naxış işlədikdə lazım olur. Qeyd etdiyim kimi çox önəmli deyil. Adi iynə sapdır, hər evdə olandır. Belə bir qayçıdır. Bu qayçının qiyməti 1 manat 60 qəpik idi. Səhv etmirəmsə daha ucuzları da var. 80 qəpiyə də əldə edə bilərsiniz. Bunun sadəcə biraz forması mənim xoşuma gəlmişdi deyə 1 manat 60 qəpik vermişəm. Knopkalardır. Bunun qiymətini yalan deyərəm. Mən Rusiyada almışam. Onun görə də dəqiq qiymətini deyə bilmərəm. Eyni zamanda bu knopkaların da dəqiq qiymətini deyə bilmərəm. Təxmini olaraq bir neçə manat arasında qiymət dəyişir. Və belə bir iynələrdir. Bunda üzərində gördüyünüz kimi 50 qəpik almışdım. Bütöv bir
bu qədər iynəni 50 qəpiyə almışam. Yəni çox uyğun ləvazimatdır. Hər xanıma həqiqətən lazım olan ləvazimatdır. Hətta toxuculuqla, tikişlə məşğul olursunuzsa, təbii ki. Belə. Bir də qeyd edeyim ki, çox tez itə bilən bir ləvazimatdır. İşlətdikdən sonra anında yerinə qoymaq məsləhətdir. Nə qaldı? Bu da qeyd etdiyim kimi 2-3 manat arasında olan bir alətdir, sayğıc aparatdır və metrə də yenə çox vacib deyil, lakin istifadə eləyə bilərsiniz. Bu da hardasa 50 qəpik 1 manat arasında olan ləvazimatdır, metrədir. Yəni bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər hansısa bir sualınız olsa, rəy bölməsində qeyd edə bilərsiniz. Və mənə dəstək olmaq üçün kanala abunə olsanız, like etsəniz, bəyənsəniz, komment atsanız çox sevinərəm. Əgər bura qədər dinlədinizsə, gəldinizsə, thank you so much. Sağ olun, salamat qalın. Daha sonra sizə hansı video, hansı mövzu maraqlı olsa, rəy bölməsində qeyd eləyərsiniz. Həmin mövzu haqqında videonu çəkib sizlərlə paylaşaram. Sağ olun, salamat qalın.